Salam, bugün sizlərə elektroensefalografiya, yəni EEG haqqında məlumat verəcəm. EEG zamanı saçlı dəriyə elektrodlar yerləşdirilir və bu zaman sinir hüceyrələri tərəfindən alınan elektrik aktivliyi beyin dalğaları şəklində kağız üzərinə köçürülür. EEG, yəni elektroensefalografiya hansı hallarda çəkilir? Beyin funksiyalarının dəyərləndirilməsi üçün yaşa uyğun beynin elektrik aktivliyinin izlənməsi zamanı, epilepsiya xəstəliyinin diaqnozunun qoyulması və izlənilməsi üçün, yaddaş problemlərində, yuxu və bəzi davranış problemlərində, beynin iltihabi xəstəliklərində, bəzi baş ağrılarının səbəbinin araşdırılmasında və bir sıra sinir sistemi xəstəlikləri zamanı. Elektroensefalografiyanın normal və ya patoloji çıxmasından asılı olmayaraq hər birinizə sağlamlıq diləyirəm. Hər zaman sağlam olun, sizin nevroloq Dr. Jalə Qarayeva.